Salam əziz şagirdlər. Bugün sizinlə 7-ci sinif fizika dərsindən orta sürət mövzusunun tapşırıqlarını izahını bölüşəcəm. Əvvəlcə düşün, müzakirə et, paylaş tapşırığına baxaq. Deyilir ki, nə üçün orta sürət anlayışından istifadə olunur? Ona görə ki, dəyişən sürətli hərəkətdə sürət eyni olmur. Sürət eyni olmur. Ona görə də sürətin ümumi qiymətini tapmaq üçün gedilən ümumi yolu ümumi zamana bölüb orta sürət tapmış oluruq. Bir də öyrəndikləriniz tətbiq edin tapşırıqlarına baxaq. Birinci tapşırıqda deyilir ki, hansı hərəkətlərdə orta sürətdən istifadə olunur? Təbii ki, dəyişən sürətli hərəkətdə orta sürətdən istifadə olunur. Çünki sürət tez-tez dəyişdiyindəndir. İkinci tapşırıqda deyilir ki, qayıq durğun suda və çayda 10 dəqiqə ərzində 3 kilometr yol qət etdi. Onun orta sürətini hesablayın. Cavabı metr bölünsün saniyə ilə ifadə edin. Gəlin yazaq. Zamanımız verilib. T bərabərdir 10 dəqiqə. Bunu saniyəyə çevirsək olacaq 600 saniyə. 600 saniyə. Daha sonra 3 kilometr yol qət etdi. L bərabərdir 3 kilometr. Yəni 3000 metr. Onun orta sürətini V orta bərabərdir L ümumi bölünsün T ümumiyə. Yəni 3000 bölünsün 600-ə. Bu da bərabər olacaq. Deməli 5 metr bölünsün saniyəyə. Orta sürət oldu 5 metr bölünsün saniyə. Keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda deyilir ki, qartal 15 metr bölünsün saniyə sürətlə yüksəkliyə qalxdı və ov üçün 75 metr bölünsün saniyə sürətlə yerin səthinə şığıdı. Onun qalxdığı və endiyi məsafələr eyni olarsa, orta sürətini hesablayın. Yazaq. Deməli, burada bizə zaman verilmədiyi üçün, zaman bilmədiyimiz üçün 2 sürətimiz var. Belə bir də düsturumuz var. V orta bərabərdir 2 V1 V2 bölünsün V1 plus V2-yə. Bu bizə 2 sürət verilərsə və zaman eyni olarsa, bu düsturu biz yaza bilərik. Yazaq. 2 vurulsun. V1'imiz 15, V2 75, V1 plus V2 15 plus 75 eləyəcək 90. Yazaq. Deməli. Bərabərdir. 30 vurulsun 75 bölünsün 90. Cavabımız oldu 25 metr bölünsün saniyə. Daha sonra keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarını. Öyrəndiklərinizi yoxlayın tapşırıqlarını. Birinci tapşırıq deyilir ki, Azər evdən avtobus dayanacağına getməyə 2 dəqiqə, oradan isə avtobusla məktəbin yaxınlığındakı dayanacağa getməyə 7 dəqiqə vaxt sərf etdi. Onun bu müddətdə 5,4 kilometr yol qət etdiyi məlumdur olarsa, orta sürətini hesablayın. Cavabı metr bölünsün saniyə ilə ifadə edin. Deməli, gəlin yazaq. T1 bərabərdir. T1 bərabərdir nəyə? 2 dəqiqə. Saniyəyə çevirdikdə olacaq 120 saniyə. Daha sonra oradan isə avtobusla məktəbin yaxınlığında dayanacağa getmək 7 dəqiqə vaxt sərf etdi. T2 bərabərdir 7 dəqiqə, yəni 420 saniyə. Daha sonra getdiyi yol verilib. L bərabərdir, yəni L ümumidir bu. 5,4 kilometr. Yəni 5400 metrə. Orta sürətini hesablasaq yaza bilərik ki, V orta bərabərdir L ümumi, yəni 5400 bölünsün T'lərin cəmi 540. Cavabımız olacaq 10 metr bölünsün saniyə. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyilir ki, orta sürəti 10 metr bölünsün saniyə olan velosipedin 12 saniyə ərzində getdiyi yolu hesablayın. Orta sürəti verilib. V orta bərabərdir 10 metr bölünsün saniyə.
metr bölünsün saniyə verilib. 12 saniyə ərzində getdiyi yolu hesablayın. T də bərabərdir 12 saniyə. L bərabərdir. Deməli olacaq V orta vurulsun T'yə. 10 vurulsun 12'ye. Cevabımız olacaq 120 metr. Keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda deyilir ki, o vaxt arışından çıxmış Ağay 1 saat ərzində 3,6 kilometr yol gedib. Onun orta sürətini hesablayın deyilir. Zamanımız verilib. Deməli T bərabərdir nəyə? 1 saat. 1 saat da 3600 saniyədir. 3600 saniyə. Deməli, burada kilometr bölünsün saatla da yaza bilərik. Saniyə çevirmək ehtiyac yoxdur. Yazaq, deməli, T bərabərdir 1 saat. Bizdən əsas vahidlərlə ifadə etməyimizi istəmir. Ona görə yaza bilərik. Deməli, yol isə L bərabərdir 3,6 kilometr. Deməli, V orta bərabərdir L ümumi bölünsün T ümumiyə. Bu da bərabərdir 3,6 bölünsün 1'ə. Bu da edəcək 3,6 kilometr bölünsün saat. Bərabərdir 3,6 kilometr bölünsün saat. Yazdıq. Keçək 4-cü, yəni sonuncu tapşırığımıza. Düz xətt üzrə hərəkət edən qatar yolun yarısını 20 metr bölü saniyə, qalan yarısını isə 30 metr bölü saniyə sürətlə getmişdi. Onun hərəkət müddətini orta sürətini tapın. Deməli, V1 bərabərdir 20'yə, V2 bərabərdir 30'a. Bayaqki düsturumuzdan istifadə edəcəyik. V orta bərabərdir 2 V1 V2 bölünsün V1 plus V2'yə. Deməli olacaq 2 vurulsun 20 vurulsun 30 bölünsün 50'yə. Buradan da cevabı tapa bilərik. Deməli 24 metr bölünsün saniyə olacaq cevabımız.